uçma xəyalını heç qurmusunuz? Yəni, o yuxunu bilirsiniz də. Qaçırsan, biraz da bərk getsən, yerdən ayrılırsan və birdən şəhərin üstündə süzürsən. Çox real hiss olunur. Bəs bu qədim arzunun, bu cazibə qüvvəsinə meydan oxumaq istəyinin arxasında əslində nə dayanır? Bugün bizə göndərdiyim mənbələrə, xüsusilə Richard Dawkinsin Uçma Xəyalı kitabındakı materiallara başvururuq. Baxaq görək, təkamül və insan zəkası bu problemi necə həll edib? Bugünkü söhbətimiz əslində iki fərqli hekayəni birləşdirir. Bir tərəfdə milyonlarla illik təkamülün yaratdığı möcüzələr var. Quşlar, yarasalar. Bəli, quşlar, yarasalar, həşəratlar. Digər tərəfdə isə insanın min illərdir davam edən arzusunun, deməli, cəmi bir əsrdə reallaşdırdığı texnoloji sıçrayış. Məqsədimiz bu iki dünyanın kəsişmə nöqtələrini tapmaq və anlamaqdır ki, uçmaq əslində nə deməkdir? Gəlin elə ən başdan bu arzunun özündən başlayaq. Uçmaq istəyi təkcə yuxularımızda deyil, elə deyilmi? Bütün mədəniyyətlərin mifologiyasında, nağıllarında qanadlı varlıqlar var. Mələklər, əjdahalar, qanadlı atlar. Mənbələrdə bir sorğuya rast gəldim. 2011-ci ildə Amerikada soruşublar, insanların 77%-i mələklərin varlığına inandığını deyib. 77%? Bəli, bu çox böyük rəqəmdir. Göydə uçan, bizə bənzəyən varlıqlar ideyası zehnimizə möhkəm həkk olunub. Tamamilə bu sadəcə bir fantaziya deyil, insanın yerdəki məhdudiyyətlərindən qurtulma istəyinin bir simvoludur. Yunan mifologiyasında Pegasus adlı qanadlı at qəhrəman Belirofunu daşıyır, onu adi insanların çata bilməyəcəyi yerlərə aparır. Yaxud İslam inancında Burak adlı varlıq Məhəmməd Peyğəmbəri bir gecədə Məkkədən Qüdsə aparır. Bax, bu obrazların hamısında ortaq bir cəhət var. Onlar fiziki sərhədləri aşmağı, yerdən qopmağı təmsil edirlər. Ən qəribəsi odur ki, bu cür fantaziyalar bəzən ən rasional görünən insanlara belə təsir edir. Məsələn, Sherlock Holmes kimi bir məntiq ustasını yaradan Sir Arthur Conan Doyle'un özünün pərilərə inanması məni həmişə təəccübləndirib. Hə, o məsələ. Hətta bu haqda Pərilərin Gəlişi adlı kitab da yazıb. O kiçik qanadlı varlıqların mövcudluğunu müdafiə edib. Bu necə ola bilər? Bu, arzuyla reallıq arasındakı o incə sərhədi göstərir. Təsəvvür edin ki, Conan Doyle'un digər obrazı, o son dərəcə skeptik və rasional professor Challenger bu pəri məsələsini eşidir. Ha, o nə deyərdi? O dərhal elmi suallar yağdırmağa başlayardı. Yaxşı, bu pərilər hansı əcdadlardan təkamül edib? Onların qanadları həşərat qanadıdır, yoxsa onurğalı qanadı? Bu qanadlar onların bədən çəkisini qaldırmaq üçün aerodinamik cəhətdən necə işləyir? Aydındır. Bax, fərq də elə buradadır. Biri ancaq arzuluyur, xəyal qurur, elm isə soruşur ki, yaxşı, amma bu necə işləyir? Elə isə, gəlin bizdə o necə və niyə suallarını verək. Təbiətdəki canlılar üçün uçmaq nəyə lazımdır? Yəni, təkamül bu qədər mürəkkəb bir bacarığı niyə inkişaf etdirib? Hansı üstünlüklər verir? 3 əsas və fundamental səbəb var. Birincisi və ən vacibi, yırtıcılardan qaçmaq. Yerdə sizi təqib edən bir təhlükədən sadəcə yuxarı qalxaraq xilas olmaq inanılmaz bir üstünlükdür. Əlbəttə. İkincisi, ov etmək. Yüksəkdən baxanda daha geniş ərazini görürsən və şikarın səndən xəbəri olmur. Mənbələrdəki sümsü quşu, yəni qannet, nümunəsi çox təsirlidir. Bu quşlar saatda 100 kilometr sürətlə suya şığıyaraq balıq ovlayırlar. 100 kilometr? Bəli, bu mənzərə 2-ci Dünya müharibəsindəki Stuka bombardmançılarını xatırladır. Hədəfinə şaquli şəkildə şığıyan o dəhşətli təyyarələri. Aydındır. Üçüncüsü isə uzun məsafələrə sürətli və səmərəli səyahət etməkdir. Bu ovçu-ov münasibəti təkamüldə bir növ silahlanma yarışı yaradır. Ov, ovçudan qaçmaq üçün yeni yollar axtarır, ovçu da onu tutmaq üçün daha da təkmilləşir. Mənbələrdəki yarasa güvə mübarizəsi məncə bunun zirvəsidir. Sanki yüksək texnologiyalı bir casus filmidir. Bəli, əla nümunədir. Milyonlarla il ərzində yarasalar tam qaranlıqda ov etmək üçün exolokasiya deyilən bir sistem inkişaf etdiriblər. Bu, bioloji sonardır. Sonar. Bəli. Yüksək tezlikli səslər çıxarırlar və əks sədanı dinləyərək hədəfin yerini, sürətini, hətta teksturasını belə müəyyən edə bilirlər. İnanılmaz dərəcədə dəqiq bir sistemdir. Amma təkamül heç vaxt tək tərəfli işləmir. Buna cavab olaraq, güvələrin bəzi növləri yarasaların çıxardığı bu ultra səsləri eşidə bilən xüsusi qulaqlar təkmilləşdiriblər. Yəni, eşidirlər onları.
Bəli, səsi eşidən kimi ya özlərini yerə atır, ya da xaotik manevrlər edirlər. Yəni bir tərəfdə radar sistemi var, digər tərəfdə isə radar xəbərdarlıq sistemi. Amma hekayə bununla bitmir, elə deyilmi? Bəzi güvələr işi daha da irəli aparıblar. Bəli, daha da irəli. Bəzi güvə növləri bir növ, necə deyim, görünməzlik texnologiyası, yəni stealth technology inkişaf etdiriblər. Doğrudan. Necə yəni? Bədənləri səsi udan xüsusi tüklərlə örtülüdür. Bu da sonar siqnalının əks olunmasını azaldır. Daha da heyrətamiz olanı, qanadlarının arxa kənarındakı pulcuqların xüsusi quruluşu yarasaların sonarını çaşdırır, siqnalı udur və ya yayındırır. Dəhşətdir. Bu, təbiətin milyonlarla il ərzində hazırladığı görünməz təyyarə texnologiyasıdır. Elədir. İnsanların bunu etməsi üçün nə qədər riyaziyyat, fizika və mühəndislik lazım olduğunu düşünəndə, təbiətin bunu sınaq yanılma yolu ilə necə etdiyi adamı heyrətə gətirir. Bu ağla sığılmazdı. Ancaq uçuş təkcə müdafiə və hücum üçün deyil, həm də inanılmaz səyahətlər deməkdir. Mənbələrdə əbabil quşlarından danışılır. Onlar həyatlarının demək olar ki, hamısını havada keçirirlər. Hətta cütləşməni belə havada edirlər. Demək olar heç vaxt yerə enmirlər. Amma əsl rekordçu məncə Arktika su süpürənidir. Bu quşun hekayəsi sadəcə inanılmazdır. Arktika su süpürəni, yəni qütb dəniz qaranquşu, həqiqətən də başqa bir səviyyədir. Bu kiçik quş hər il Arktikadan Antarktidaya və geriyə uçur. Arktikadan Antarktidaya? Bəli, təxminən 19.000 kilometr gediş, 19.000 kilometr dönüş. Məqsəd isə əbədi yayı yaşamaqdır. Bir qütbdə yay bitəndə, o biri qütbdəki yaya uçur. Ömrü boyu qət etdiyi məsafə aya 3 dəfə gedib gəlməyə bərabərdir. Bir dəqiqə dayan. Yəni bu kiçik bir quş hər il şimal qütbündən cənub qütbünə uçur. Bu məni çaşdırır. GPS olmadan, xəritə olmadan minlərlə kilometrlik okeanın üstündən yolu necə səhv salmırlar? Bizim əlimizdəki bütün texnologiya ilə belə bu çətin bir işdir. Onlar bunu necə bacarır? Bu hələ də bir sirdir, yoxsa bunun elmi izahı var? Bu, uzun müddət böyük bir sirr olub, amma artıq bəzi cavablarımız var və cavab bir sistem deyil, sistemlərdir. Sistemlər. Bəli, onların bir neçə fərqli naviqasiya aləti var və şəraitə görə birindən digərinə keçə bilirlər. Birincisi, ulduzlarla naviqasiyadır. Amerikalı bioloq Steven Emlen'in apardığı çox maraqlı təcrübələr var. O, Emlen Hunisi adlanan bir qurğu hazırlayıb. Emlen Hunisi. Bəli. Gecə köç edən quşları bu huni formalı qəfəsə qoyub və planetariumda ulduzlu samanı onlara göstərib. Quşlar uçmaq istəyəndə qəfəsin divarlarında buraxdıqları cırmaqlardan hansı istiqamətə getmək istədikləri bəlli olub. Təcrübə göstərib ki, quşlar ulduz xəritəsini genetik olaraq bilmirlər, onlar samanın fırlanma mərkəzini, yəni qütb ulduzunun olduğu yeri müşahidə edərək öyrənirlər. Bu çox maraqlıdır. Deməli, bu anadan gəlmə bilik deyil. Düzdür, deyil. Öyrənilmiş bir bacarıqdır. Yaxşı, bu gecə üçündür. Bəs buludlu havalarda və ya gündüzlər nə edirlər? O zaman günəş kompasını işə salırlar, amma bu da ilk baxışda göründüyü qədər asan deyil. Niyə ki? Çünki günəş səmada sabit dayanmır, gün ərzində hərəkət edir. Günəşin mövqeyinə görə istiqaməti təyin etmək üçün çox dəqiq bir daxili saata ehtiyac var ki, günün hansı vaxtı olduğunu biləsən. İnsanlıq bu problemi ancaq 18-ci əsrdə John Harrison'ın dəniz xronometrini icad etməsi ilə həll edə bildi. Quşların isə bu bioloji xronometri 10 milyonlarla ildir ki var. Ulduzlar, günəş və üçüncüsü, ən qəribə səslənəni, yer kürəsinin maqnit sahəsini hiss etmək. Bu, artıq elmi fantastika kimi gəlir. Həqiqətən də bunu bacarırlar. Bəli, bacarırlar. Və bu bəlkə də ən heyrətamiz olanıdır. Bu sadəcə şimal bu tərəfdədir deyən bir kompas deyil. Bəs nədir? Onlar maqnit sahəsinin həm istiqamətini, həm də intensivliyini hiss edə bilirlər. Hətta maqnit sapmasına, yəni maqnit şimalı ilə coğrafi şimal arasındakı fərqi də hesablaya bilirlər. Bu nə deməkdir? Bu o deməkdir ki, onlar özlərinə bir növ maqnit xəritəsi yarada bilirlər. Hər bir ərazinin özünə məxsus maqnit imzası var və onlar bu imzaları oxuyaraq təkcə hansı istiqamətdə getməli olduqlarını yox, həm də xəritədə harada olduqlarını bilirlər. Sanki görünməz bir relyef xəritəsi üzərində uçurlar. Məhz elə, buradakı əsas fikir təkcə quşların ağıllı olması deyil.
Əsas fikir budur ki, təbiət milyonlarla il əvvəl inanılmaz dərəcədə səmərəli, çox qatlı, özünü tənzimləyən bir GPS sistemi hazırlayıb. Bu, bizim texnologiya anlayışımızı yenidən düşünməyə vadar edir. Bu həqiqətən də insanı düşünməyə vadar edir, amma bu məntiqdə bir ziddiyyət yaranır mənim üçün. Əgər uçmaq bu qədər böyük bir üstünlükdürsə, yırtıcılardan qaçmaq, ovlamaq, bütün dünyanı gəzmək, niyə bəzi canlılar bu bacarığı itirib? Dodo quşu ağlıma gəlir. Buradakı təkamül məntiqi nədir? Çox yaxşı sualdır. Cavab, təkamülün kompromis və ya trade-off prinsipində gizlənib. Heç bir şey havayı deyil. Uçmaq inanılmaz dərəcədə çox enerji tələb edən bir fəaliyyətdir. Güclü qana dəzələləri, yüngül, içi boş sümüklər, yüksək metabolizm, bütün bunlar bədən üçün böyük bir xərcdir. Aydındır. İndi təsəvvür edin ki, bir quş növü yırtıcıların olmadığı, qidanın bol olduğu təcrid olunmuş bir adaya gəlib çıxır. Belə bir mühitdə uçmağın faydası onun enerji xərcini ödəməməyə başlayır. Yəni artıq ehtiyac qalmır. Elədir. Uçmağa sərf olunan enerji yeriməyə, böyüməyə, çoxalmağa yönəldilə bilər. Təbii seçmə də bu istiqamətdə işləyir və minlər ərzində qanadlar kiçilir, uçuş qabiliyyəti itir. Dodo quşunun başına gələn də məhz buydu. Mavriki adasında təhlükəsiz yaşayırdılar, ta ki 17-ci əsrdə insanlar gələnə qədər. Və uça bilmədikləri üçün asan ova çevrildilər. Bəli, və nəsilləri kəsildi. Deməli, istifadə etməyəsənsə, itirərsən prinsipi. Bəs, ölçünün bir limiti varmı? Yəni, bir filin qanadları olsaydı, uça bilərdimi? Göylərdə gördüyümüz ən böyük canlılar hansılar olub? Yox, fil mütləq uça bilməzdi. Burada amansız bir həndəsə və fizika qanunu işə düşür. Problem budur ki, bir canlının ölçüsünü 2 dəfə artırsanız, onun kütləsi 8 dəfə artır. 2-nin kubu. Düzdür. Amma qanadlarının sahəsi cəmi 4 dəfə artır. Yəni 2-nin kvadratı. Gördüyünüz kimi, kütlə sahədən daha sürətli artır. Bir nöqtədən sonra bədəni qaldırmaq üçün qeyri-mümkün dərəcədə böyük və ağır qanadlara ehtiyac yaranır. Bəs limit nə qədər olub? Tarixdə yaşamış ən böyük uçan quşlardan biri təxminən 80 kiloqramlıq Argentavis magnificens olub, amma əsr rekordçu yerdə dayandığı zaman zürafə boyda olan Quetzalcoatlus adlı bir pterazavr idi. Bir dəqiqə, zürafə boyda. Ciddi? Bəli, zürafə boyda. Bu ağla sığmazdı, amma belədir. Bəs belə bir nəhəngi havada nə saxlaya bilərdi ki? Yüngüllük və möhkəmliyi mükəmməl mühəndislik həlli. Alimlər uzun müddət bunun sirrini aça bilmirdilər, bəziləri hətta onun uça bilməyəcəyini iddia edirdi. Amma son araşdırmalar göstərdi ki, onun uzun boynundakı fəqərə sümükləri demək olar ki, tamamilə boş imiş. Boş. Bəli, içi isə velosiped təkərinin milləri kimi bir-birini kəsən minlərlə incə sümük dayağı ilə möhkəmləndirilmişdi. Bu, minimum çəki ilə maksimum struktur möhkəmliyi təmin edən bir dizayndır. Təbiətin mühəndislik möcüzəsidir. Bax, elə bu məqam mənbələrdəki ən maraqlı müqayisələrdən birinə gətirib çıxarır. Təbiətin təkamül yolu ilə yaratdığı dizaynlar ilə insan mühəndisliyi arasındakı fərq. Hər ikisi də uçuş problemini həll edib, amma yanaşmaları tamamilə fərqlidir. Bu fərqin kökündə nə dayanır? Əsas fərq başlanğıc nöqtəsidir. Bir mühəndis, məsələn, reaktiv mühərriki ixtira edən Frank Whittle, layihəyə təmiz lövhə ilə başlaya bilər. O, mövcud pərli mühərriki götürüb onu yavaş-yavaş, vint-vint dəyişdirərək reaktiv mühərrikə çevirməli deyildi. O, tamamilə yeni bir konsepsiya yaratdı. Sıfırdan başladı. Bəli, amma təkamülün belə bir lüksü yoxdur. Təkamül həmişə mövcud olan strukturlar üzərində işləyir. O, sıfırdan başlaya bilməz. Yalnız nəsildən nəslə kiçik, mərhələli dəyişikliklər edə bilər. Hər bir addım özündən əvvəlkinin üzərində qurulmalıdır. Bu o deməkdir ki, təkamülün sınaqları daha amansızdır. Mühəndis bir prototipi külək tunelində sınaqdan keçirir. Partlasa da problem deyil. Amma təkamülün uğursuz prototipi sadəcə ölür ya da yırtıcıya yem olur. Bu səbəbdən bəzən qəribə və qeyri-optimal həllər ortaya çıxır. Çünki təkamül keçmişin mirası ilə məhdudlaşır. İnsan mühəndisliyi ilə təbiətin dizaynını müqayisə etmək üçün quş qanadı ilə təyyarə qanadına baxmaq kifayətdir. Quş qanadı çox funksional bir möcüzədir.
Necə yəni? Lələklər ayrıla bilir, forması anında dəyişə bilir, həm qaldırıcı qüvvə yaradır, həm də itələyici. Təyyarə qanadı isə parlaq, amma sərt bir kompromisdir. Quşun elastikliyini təqlid etmək üçün qlaplar, slatlar kimi ayrı-ayrı mexaniki hissələrə ehtiyacı var. Aydındır. Təkamül inteqrasiya olunmuş, biraz dağınıq bir dahi yaradır, insan mühəndisliyi isə modullu, təmiz bir həll. Bu gün həqiqətən də dərin bir səyahətə çıxdıq. Miflərdəki qanadlı atlardan başladıq, quşların daxili GPS sistemlərinə, yarasaların görünməzlik texnologiyasına və zürafə boyda pterozavlara qədər gəlib çıxdıq. Söhbətimizi yekunlaşdırarkən, mənbələrdə vurğulanan bir fundamental instinkt barədə də danışmaq istərdim. Uzaqlara yayılma instinkti. Təbiətdə bir növün sağ qalması üçün bütün fərdlərinin bir yerdə toplanması çox risklidir. Bir fəlakət, yanğın, xəstəlik, quraqlıq bütün populyasiyanı məhv edə bilər. Bütün yumurtaları bir səbətə qoymamaq. Məhz o prinsip. Fərdlərin yeni ərazilərə səpələnməsi növün sağ qalma şansını artırır. Uçuş da bu yayılma üçün ən güclü vasitələrdən biridir. Bu, çox maraqlı bir paralel yaradır. Elon Musk'ın Marsda koloniya qurmaq istəyini düşünürəm. Bəlkə də bu, insanlığın həmin o dərin, bioloji, xaricə yönələn təkanının müasir texnoloji bir təzahürüdür. Planetimizə bir asteroidin düşməsi və ya başqa bir qlobal fəlakət ehtimalına qarşı növümüz üçün bir ehtiyat planı yaratmaq cəhdidir. Çox güman ki, elədir. Motivasiyanın kökündə eyni sağ qalma instinkti dayanır, sadəcə miqyas dəyişib adalardan planetlərə. Sonda sənin üçün bir düşüncə buraxmaq istəyirik. Richard Dawkins elmin özünü də bir uçuşa bənzədir. Gündəlik həyatın adiliyindən, adi düşüncədən yuxarı qalxaraq, təxəyyülün yüksəkliklərində süzmək. Əgər elm zehnimiz üçün bir uçuşdursa, görəsən, biz bəşəriyyət olaraq biliklərin hansı kəşf edilməmiş ərazilərində naviqasiya etməyi hələ yeni-yeni öyrənirik.